Bugün biz pasientimizin son prosedurunu icra eləmək üzrəyik. Pasientin şikayətləri hərəkətlərdə yavaşma, yeriyə bilməmə, taqətsizlik, halsızlıq idi. Pasiyenti qəbul etdik və Parkinson diaqnozu qoyuldu pasiyentə. Parkinson xəstəliyi ümumiyyətlə müalicəyə çətin tabe olan nevroloji xəstəliklər arasındadır. Amma inteqrativ tələbətlə xəstəliyi əmələ gətirən səbəblərə qarşı yönəlmiş müalicələrlə pasiyentlərimizdə yaxşılaşma əldə etmək, onların həyat keyfiyyətini yaxşılaşdırmaq, əsmələri azaltmaq, hərəki fəaliyyətini artırmaq mümkündür. Əlimdəki preparat qanla qarışmış qaraciyər detoksunu edən preparatdır və qaraciyərin uyğun nöqtələrinə inyeksiya olunur. Digər bir ən böyük drenaj orqanı bildiyimiz kimi böyrəklərdir və biz böyrəklərin işini yaxşılaşdırmaq məqsədi ilə böyrəyə aid olan təbii tərkibli preparatları böyrəyə uyğun segmentar metamerik zonalara işləyirik. Beyin fəaliyyətini yaxşılaşdıran preparatlar hansı ki təbii tərkiblidir, xüsusi Yamamoto nöqtələrinə və başda yerləşən tac nöqtələrinə inyeksiya olunur. Qaraciyərə aid olan preparatı həm SMBT, yəni segmentar metamerik zonalara, həm də akupunktur nöqtələrə təyin etmək daha effektiv olur.